Bir dəqiqədə cinayət və cəza. Peterburqun dar, boğucu küçələrində Raskolnikov adlı kasıb bir tələbə yaşayırdı. O düşünürdü ki, dünya iki yerə bölünür. Adi insanlar və seçilmişlər. Seçilmişlər güya böyük məqsədlər üçün günah işlədə bilərdilər. Onlardan biri də məhz Raskolnikov idi. Dünyada 8 milyarddan çox insan yaşayır. Bu insanların ağlından gündə milyonlarla şeytani düşüncə keçir. Ancaq onlar bu düşüncələri hər zaman əməl eləmirlər. Əgər siz düşünürsünüzsə ki, Raskolnikov da belə etdi, demək yanılırsınız. O, öz düşüncələrinə məğlub oldu. İlk növbədə sələmçi yaşlı qadın Alyona İvanovnanı, sonrasında plansız qətli, onun bacısı Lizaveta İvanovnanı öldürdü. Törətdiyi amansız qətillər özlüyündə üzə çıxmadı bəlkə də. Ancaq Raskolnikov içdən-içə hər gün öldü. Pul onu xilas etmədi. Ağıl onu sakitləşdirmədi. Qorxu və xəstəlik, vicdan onu içdən-içə yedi. Raskolnikov özü özünə həbs yaratdı adeta. İşlər daha da bərbadlaşmış, Raskolnikov get-gedə ağlını itirməyə başlamışdı. Ta ki qarşısına Sonya çıxana qədər. Sonya ailəsini xilas etmək üçün uşaq yaşlardan fahişəliklə məşğul olan çarəsiz bir qızcığaz idi. O Raskolnikova öyrətdi ki, insan ən dərin bataqlıqdan sonra belə yenidən doğula bilər. O Raskolnikova qaçmağı yox, meydana çıxıb günahını deməyə öyrətdi. Əzabı gizlədib onun altında əzilmək yerinə onu ram eləməyi. Raskolnikovun həyatı dəyişdi bundan sonra. İlk növbədə polisə gedib cəzasını etiraf elədi. Ardından Sibirə sürgün edildi. Sonya onu bu müddət ərzində heç vaxt tək buraxmadı. Hətta onun arxasınca Sibirə belə getdi. Bəlkə də fiziki olaraq məhbus idi Raskolnikov. Amma artıq vicdanı onu sərbəst buraxmışdı.